chat hissəsində yazıb soruşa bilərsiniz, dəyərli abituriyentlər. Dərsimiz qeydə alınır. Sonra qeydi mən qrupunuza yönləndirəcəm. Sadəcə olaraq diqqətlə qulaq asırsınız. Sonda sınağımız olacaq sizlə. Bugün keçdiklərimizə aid. Görək necə qulaq asırsınız. Ümumiyyətlə, fonetika dilin danışıq səslərini öyrənən bir dilçilik sahəsidir. Yəni, dilin demək olar ki, ən ibtidai, ən başlanğıc hissəsidir. Fonetikada səs anlayışı var. Birinci qoyun hərf anlayışı var. Hərf anlayışı var və səs anlayışı var. Görək bunlar nələrdir? Ümumiyyətlə, hərfləri biz bunun fərqini balaca vaxtdan da deyirik ki, hərflər yazılır və görülür. Məsələn, biz hərfi yazırıq. Hal-hazırda mənim ekrana yazdıqlarım hamısı hərflərdir. Səslər isə deyilir və eşidilir. Səslər isə deyilir və eşidilir. Mənim hal-hazırda ekrana yazdıqlarım hamısı hərflərdir, sizlərin gördüyünüz. Mənim dediklərim də hamısı sizin hal-hazırda qulağınızla eşitdiyiniz səslərdir. Mən bunu deyirəm, siz də eşidirsiniz. Hərflə səs başqa-başqa şeylərdir. Və məsələn, elə ola səsi biz transkripsiya içərisində yazırıq. Məsələn, deyirəm ki, S səsi. Transkripsiyanın daxilində yazırıq bunu. Bunu artıq bu ingilis dilində bəzən sözlərin necə tələffüzün yazırsınızsa, transkripsiya deyirik də biz ona. Kəskin mötəriz Azərbaycan dilində. Bu səsləri ifadə etmək üçündür. Uşaqlar, səslər dəyişməzdir. Məsələn, S-nı mən konkret şəkildə sizə S deyirəm, amma hərf kimi müxtəlif cür S yazmaq olar. Məsələn, Kiril əlifbasında S necə yazılır? C şəklində. Latında necə yazılır? Belə S şəklində. Ərəbdə məsələn, iki formada S var, sin, sad. Görürsünüz, müxtəlif formada hərfləri yazmaq olar, amma səs bir formadadır. Vahiddir. Səs deyilir, eşidilir, hərf yazılır, görülür. Konkret bunlar. Bura kimi yəqin ki, heç bir probleminiz yoxdur. Səslərin deyilmə çətinliyinə görə belə bölürük. Ən asan qaydalarla deyirəm uşaqlar. Deyə bilərsiniz, ay müəllim, kitabda belə yazılmayıb. Elə ən asan sadələşdirilmiş qayda ilə. Səslərin bölünmə çətinliyinə görə biz onları iki yerə bölürük. Saitlər və samitlər. Və ən primitiv, sadə bir fərq ondan ibarətdir ki, saitlər asan deyilir, yəni çətin tələffüz olunmur. Samitlər isə onlara nisbətən çətin və mürəkkəb tələffüz olunur. Bu nə deməkdir? Məsələn, gəlin birinci saitlərimizi yazaq. A, I, O, U, E, Ə, I, Ö və Ü saitləri. Elə deyil, A, I, O, U, E, Ə, I, Ö, Ü. Bunları biz tələffüz eləyəndə fikir verin, çənəmiz, ağzımız o qədər də çox tərpənmir. A, I, O, U, E, Ə, I, Ö, Ü. Amma samitləri tələffüz eləyəndə, məsələn, deyirəm ki, L, L. Görürsünüz, insan üzü necə dəyişir. Və yaxud da ki, M, M, M. Burada artıq dodaqlar birləşir, onun tələffüz variantı çətinləşir. Yəni, tələffüzün asanlığına və çətinliyinə görə biz səsləri iki yerə bölürük. Asan tələffüz olunanlar, saitlər. Bunlar birinci, asan tələffüz olunur. İkinci, heca əmələ gətirir. Heca yaradır. Dəyərli abituriyentlərim, hecanı yaradır saitlər. Onu formalaşdırır. Samitlər. Məsələn, elə ancaq saitlərlə A, Ö, Ə biz söz yarada bilmərik axı, heca yarada bilmərik axı. İstər-istəməz orada samit də olanda bizim
sözümüz bütöv bölünür, bütöv olur və rahat biz onu başa sala bilirik. Deyə bilirik, tələffüz edə bilirik. Üçüncü, vurğu qəbul edir. Ən əsas, ən qorxulu vurğu qəbul edir. Vurğulu. Bu samitlərə də yazıram, vurğusuz olur. Vurğusuz olur. Və dördüncü, saitlər uzanır, samitlər isə uzanmır. Yəni, sait səslər uzun tələffüz oluna bilir, samit səslər isə uzun tələffüz oluna bilmir. Bunlar saitlərlə samitlərin fərqləridir. Saitlər asan tələffüz olunur, heca yaradır, vurğuludur, uzanır. Samitlər nisbətən çətin tələffüz olunur, hecanı formalaşdırır, vurğusuz olur və uzanmır. Bu bizim bir qaydamızdır. Bura kimi kimin nə başa düşmədiyi olsa, çata yazsın, mən onu cavablandıracağam. İndi biz gəlin keçək saitlərin növlərinə. Saitlərin növlərin dəyərli abituriyentlər, eləcə əzbərləməyiniz kifayətdir. Yəni, siz imtahana hazırlaşırsınızsa, istəyir qəbul, istəyir buraxılış, bircə dənə növlərin əzbər bilsəniz bəsdir. Baxaq, qalın saitlər hansılardır? A, I, O, U. İncələr hansılardır? E, Ə, İ, Ö və Ü. A, I, O, U qalınlardır. İncələr E, Ə, İ, Ö, Ü. Tardır. O kitabda dəyərli abituriyentlərim çətin şəklində verilib. Dilin arxa hissəsi, ön hissəsi, üfüqi vəziyyət, şaquli vəziyyət, dil önü, dil arxası, gen, dar, bunların heç birinə ehtiyac yoxdur. Yalandan başınıza doldurmayın. Bir dənə qalın saitlər budur, incə saitlər budur. Tardır. Başqa əlavə bir şeyə ehtiyac yoxdur. Qalın sait A, I, O, U, incə sait E, Ə, İ, Ö, Ü. Bunlar da əsasən iştirak eləyir ahəng qanununun yaranmasında. Belə. Bəli, ekran kaydı edirəm. Sonra bunun qeydini atacağam. İkinci hal, ikinci bölgümüz açıq, açıq, açıq saitlərimiz hansılardır? A, E, Ə, O və Ö saitləri. Sonra qapalı, qapalı. Bunlar 4 cür yazılan şəkilçilərin tərkibindədir olan saitlərdir. I, İ, U və Ü. Bunu 4 cür yazılan şəkilçilərdən yadda saxlaya bilərsiniz. Məsələn, L, Li, Lu və Lü. L, Li, Lu, Lü şəkilçisi ilə 4 cür yazılan şəkilçi. Sonra dodaqlanan sait. Dodaqlanan saitlərimiz baxaq görək hansılardır? Dodaqlanan saitlərimiz U, Ü, O və Ö. U, Ü, O, Ö. Bu zaman bunlara biz niyə dodaqlanan deyirik? Bunları tələffüz eləyəndə dodağımız qabağa tərəf gəlir. Yəni dodaqlar uzanır. 2, dəqiqə. Bunları nömrəliyim. 1, 2. Və dodaqlanmayan. Və dodaqlanmayan. Dodaqlanmayan saitlərimiz isə A, E, Ə, A, E, Ə, I və İ saitlərdir. A, E, Ə, I, İ. Bunlar da dodaqlanmayandır. Bunları tələffüz eləyəndə dodaqlarımız ön tərəfə getmir. Bu da öz yerində. Bircə dənə uşaqlar, bax bunları əzbərləyirsiniz. Başqa heç birin üfüqi vəziyyət, şaquli vəziyyət, onları əzbərləməyin. 100 il qalasda düşəsi deyil. Bircə dənə bunları əzbər bildirsə sizə kifayətdir. Sonra bunlar saitlərin növləri idi. Bunları əzbərləməlisiniz mütləq surətdə. Biz bayaq saitlər haqqında danışanda qeyd elədik ki, sait səslər uzun tələffüz oluna bilər. Görək saitlərin, ekranı bircə əlləməyin, ekran yazılmasın uşaqlar, ekrana əlinizi vurmayın, zəhmət olmasa. Saitlərin
Saitlərin uzun tələffüz olunması. Uzun tələffüz olunması. Uzun tələffüz edilməsi. Bu nə deməkdir? Ümumiyyətlə, uzun tələffüz olunmanın kitablarda tərifi yoxdur. Mən sizə bunu yazıram. Diqqətlə yadda saxlayın. Bir saitin, belə yazaq, sözdə, bunu qeyd götürün. Çünki yoxdur kitablarda. Sözdə bir saitin digərlərinə nisbətən, digərinə, elə belə yazaq, digərinə nisbətən uzun tələffüz olunmasına, uzun tələffüz olunma deyilmə yazaq, daha rahat olsun. Uzun deyilməsinə uzanma deyilir. Uzanma deyilir. Belə yazaq, gəlin, biraz da dəqiqləşdirək, sizin üçün aydınlaşdıraq. Digərlərinə nisbətən 3 saniyə uzun tələffüz edilməsinə saitin uzanması deyilir. Bizim dilimizdəki saitlərdən A, E, Ə, O, U, deməli, İ saitləri uzanmaya məruz qalır. Amma belə deyək, I idi bu. I və Ü saitləri. Ü də var. Bunlar A, E, Ə, O, U, Ü, İ və Ö saitləri uzanır. Uzanır. 2 dənə saitimiz var ki, I və Ü saitlərimiz uzanmır. Uzanmır. Yəni, uzanma hadisəsi burada müşahidə olunmur. Saitin uzanma hadisəsi, uşaqlar, qoşa nöqtə ilə işarə olunur. Bir sözdə hansı sait uzun tələffüz olunursa, onun yanına biz qoşa nöqtə qoymalıyıq. Bax, buraxılış imtahanlarına ən çox düşən bir qaydadır. Sözdə əgər sait uzun tələffüz olunursa, onun yanına 2 nöqtə qoyulmalıdır. Qoşa nöqtə qoyulmadısa, onu biz düzgün hesab eləmirik. Yadınızdan çıxmasın. Sonra, nə suallarınız olsa, uşaqlar, ümumi də yaza bilərsiniz, şəxsi də yaza da bilərsiniz. Yəni, ekranda görünmürsün yazdığınız suallar, yəni qeydə alınmırsın yazdığınız suallar. Mənə nə sizə başa düşməsəniz, onu deyə bilərsiniz, yaza bilərsiniz. Deməli, qoşa nöqtə ilə işarə olunur. Gəlin, bir neçə dənə nümunə yazaq, söz yazaq, bunlarla işləyək. Məsələn, deyirəm ki, sədaqət, ekranı yazmayın uşaqlar, ekranla işiniz yoxdur. Sədaqət sözündə mən indi uzanmanı müəyyən eləyirəm. Görün, bu sözdə uzanma hadisəsi varmı, yoxmu? Burada 3 dənə sait var. Birinci Ə, ikinci A və üçüncü Ə. 3 dənə sait var. Siz sözdə uzanmanı müəyyən eləmək üçün hər saiti 3 saniyə uzadın. Hansında düzgün tələffüz olunursa, onu da cavab kimi götürün. Məsələn, gəlin birinci ecadakı Ə saitini uzadaq. Sədaqət. Düz gəlir? Xeyr. Deməli, bizim birinci ecamızdakı sait uzanmır. İkinci ecamıza baxırıq. Baxın, diqqətlə qulaq asın. Sədaqət. Deyirəm ki, sənin sədaqətin yoxdur. Burada biz A saitini 3 saniyə uzun tələffüz eləyə bildik. Deməli, bu sözdə A saiti uzun tələffüz olunur. Tez onu yazıram. A uzun tələffüz olunduğuna görə ondan sonra ekrana qoşa nöqtə qoyuram. Sədaqət. Ekranı yazmayın. Ekranı yazsanız uşaqlar özləşsin. Deməli, sədaqət A uzanır. Yanına qoşa nöqtə qoyuruq. Qoşa nöqtə qoyulmasa səhvdir. Məsələn, sədaqət sözünün tələffüzünə baxın.
A-nın yanında qoşa nöqtə yoxdur. Baba burada istəyirəm. Hə. Bax burada görürsüz A-nın yanında qoşa nöqtə yoxdur. Bunun tələffüzü səhvdir. Amma indi yanına qoşa nöqtə qoyanda sədaqət sözündə A-nın yanına qoşa nöqtə qoyanda onun yazılış tələffüzü artıq düzgündür. Bax buna diqqət yetirirsə. Uzanma hadisəsi, indi mən çoxlu nümunələr deyəcəm, sözün hər tərəfində ola bilər. Birincisi, sözün əvvəlində də ola bilər. Əvvəlində. Gəlin nümunələr yazaq. Məsələn, adil və yaxud da insan adı olsun, Akif. Akif. Yəni, sözün əvvəlində də olan saitdə uzana bilər, uzanma hadisəsi ola bilər. Uzanma hadisəsi sözün orta hissəsində də müşahidə oluna bilər. Misal üçün, deyək, hərarət. Hərarət nə deməkdir, dəyərli abituriyentlər? Yazın görək ora. Yazın çata görək hərarət nə deməkdir? Burada görürük ki, A saiti uzanır sözün orta hissəsində hərarət. Sonra uzanma hadisəsi sözün sonunda da ola bilər. Sonunda olanda ən çox eyni cinsli saitlərin uzanması ilə baş verir. Məsələn, deyirəm ki, yazılışın yazın bunu. Təbii, elə deyil. Olur, təbii uzanma hadisəsinə rast gəlinir. Görürsünüz uzanma hadisəsinə. Bəli, hərarət istilik deməkdir. Deyirsən, hərarətin varmı, istiliyin varmı? Deməli, uşaqlar, uzanma hadisəsi sözün əvvəlində də ola bilər, ortasında da ola bilər, sonunda da ola bilər. Hər tərəfində ola bilər. Saitin uzun tələffüzü bir saitin digərinə nisbətən 3 saniyə uzun tələffüz olunmasıdır. Qoşa nöqtə ilə işarə olunur və I saiti ilə Ü saiti heç bir zaman uzanmaya məruz qalmır. Bu da bizim bir qaydamız idi. Növbəti, bizim dilimizdə əsl uzanma hadisəsi yoxdur. Yəni, digər dillərdən bizə keçmiş sözlərdə uzanma olub və biz onu demişik ki, bizim dilimizdə də artıq uzanma hadisəsi keçib. Uzanma hadisəsi bizdən deyil. Bunlar ən çox ərəb, bu sözlər uzanma hadisəsi ərəb və fars dillərindən keçib. Sizdən soruşsa ki, hansı dildən keçib uzanma hadisəsi Azərbaycan dilinə və uzanma olan sözlər, siz deyəcəksiniz ki, ərəb fars dillərindən. Mən sizə dəqiq deyim, ərəb dilindən. Çünki fars dilində uzanma hadisəsi yoxdur. Sadəcə olaraq ərəb dilindən fars dilinə çoxlu sözlər keçib, orada da uzanma hadisəsi var. Ən çox bizə ərəb fars dillərindən, ən çox da ərəbdən keçib uzanma hadisəsi. Bir yerdə biz dedik əvvəldə, ortada, sonda o üfüqi tam olaraq sonra ərəb fars dillərində bu hal müşahidə olunur. Bir sözün əvvəlində, ortasında, sonunda uzanma hadisəsi ola bilər. Sözdə iki yerdə uzanma ola bilər. Yəni, bu nə deməkdir? Bir sözdə iki sait uzun tələffüz oluna bilər. Gəlin nümunələr yazaq. Acizanə. Acizanə sözündə hansı saitlər uzanır? Siz onu çata yazın. Mən digər bir söz yazım. Acizanə sözündə hansı saitlər uzanır? Yazın görək. Aha. Tabeli. O istisnadır, üfüqi sözü heç. İstisnalar da ümumi qaydanı pozmur. Acizanə sözündə nələr uzanır uşaqlar? A-lar. Acizanə. Baxın, birinci A uzanacaq və ikinci A uzanacaq. 2 dənə A-lar uzanacaq. Acizanə. Belə. Bu da bizim sözümüz. Yəni, bir sözdə iki yerdə də uzun tələffüz olunma hadisəsi
müşahidə oluna bilər. Deməli, bizim işlətdiyimiz bəzi sözlər var ki, hansı ki biz əvvəllər orada uzanma deyirdik, indi orada uzanma hadisəsi yoxdur. Bunlar hansılardır? Tərkibində ov və öv birləşməsi olanlar, bunların hamısı tərkibində ö və əh hərf birləşməsi olanlarda tələffüzdə bunlarda tam olaraq uzanma baş vermir və h düşmür. Məsələn, bəzən deyirdilər ki, abituriyentlər elə bilir ki, dovğa sözündə biz onu deyirik doğğa. Xeyr, yeni qaydaya əsasən ov və öv hərf birləşmələri sözdə varsa, onlar olduğu kimi tələffüz olunur. Ov, öv gördünüz, elə olduğu kimi də götürürsünüz. Dovğa. Elə olduğu kimi də tələffüz olunacaq. Ov, öv. Və yaxud da deyirəm ki, söhbət. Öh birləşməsi. Söhbət. Çox düşür ha bunlar. Deyir ki, söhbət kimi tələffüz olunur. Xeyr. Öh birləşməsidir. Olduğu kimi tələffüz olunacaq. Heç vaxt düşməyəcək. Demirəm da söhbət. Necə yazıbsa elə. Söhbət. Görürsünüz burada söhbət öh şəklində biz onu necə yazıbsa elə də tələffüz eləyirik. Bu da bizim bir qaydamız. Diqqətlə yadınıza saxlayırsınız ki, harda ov, öv, harda öh və əh birləşmələrini görsəniz, onlar yazıldığı kimi tələffüz olunan bir sözlərdir. Bu da öz yerində. Dəyərli abituriyentlər, ov, öv, əh, başqa bir şey qalmadı. İndi mən sizə bir qayda deyəcəm. O sözləri siz qeyd edirsiniz. Bizi yanılda bilən, bizim çaşdığımız, yanıldığımız bəzi sözlər var ki, biz elə bilirik, orada uzanma hadisəsi var, amma orada o sözlərdə uzanma hadisəsi yoxdur. Bunlar mən seçmişəm, buraxılış imtahanına ən çox düşən sözlərdir. Bu günə kimi buraxılışa düşmüş sözlərdir. Elə bunlar düşür. Bunlardan artıq inanmıram söz düşür. Ən məşhurları hecab, hesab və söhbət sözləridir. Bayaq söhbəti yazdım. Ay sağ ol. Söhbət. Vitamin. İsim. Sonra. Təsadüfən. Cürətli. Çavuş. Əyar. Dəhşətli. Kimi sözlərdə uzanma hadisəsi yoxdur. Ən çox düşən bunlardır. Uzanma yoxdur. Uzanma hadisəsi yoxdur. Bax, bunu bir dəftərinizin kənarına qeyd götürün və hər dəfə bunu dərindən oxuyursunuz. Bu bizim bir qaydamızdır növbəti. Belə. Uzanma hadisəsindən saitin uzanmasından bu qədər. İndi keçirik qoşa saitli sözlərə. Qoşa saitli sözlər. Diqqətlə qulaq asırsınız. Burada mən sizə 4-cə dənə, vitamin sözündə uzanma yoxdur. Müxtəlif vitamin və minerallar, demirəm ki, müxtəlif vitamin və minerallar. Vitamin sözü bizə keçdiyi dildə orada uzanma hadisəsi yoxdur o dildə. Yadınızdan çıxmasın.
ərəb fars dilində tam uzanma hadisəsi olur. Belə. Sonra biz keçirik qoşa saitli sözlərə. Qoşa saitli sözlərdə bir dəqiqə dəyərli abituriyentlər. Vitamin sözündə uzanma yoxdur. Çünki vitamin sözü bizə səhv eləmirəmsə latın dilindən keçib. Tibblə bağlı olan sözlər çoxu latın dilindən keçir. O latın dilindən keçib bizə və onda uzanma hadisəsi yoxdur. Yadınızdan çıxsın. Qoşa saitli sözlər. Qoşa sait nədir? Bizim keçdiyimiz, bayaq dediyimiz 9 dənə saitin hansıları idi? A, I. Bir dəqiqə üzr istəyirəm dəyərli abituriyentlər. Mən ekranı yeyirəm. Düşməyən qaydalarla uzun-uzadıya. Qoşa saitli sözlər. Burada bunlar hansı sözlərdir? Bizim 2 dənə saitimiz var. Məsələn, deyirəm ki, qoşa A. 2 saitin yan-yanaşı gəlməsi. Qoşa A, qoşa məsələn E və yaxud da Ə, və yaxud da EO və yaxud da OE. Yəni 9 saitimizdən hansılardır? A, I, O, U, E, Ə, İ, Ö, Ü. Bunların yan-yanaşı gəlməsinə nə deyirlər? Qoşa saitli sözlər. İndi diqqətlə qulaq asırsınız, konkret qaydalarla deyəcəm, sizə başa düşəcəksiniz. Qoşa saitli sözlər birinci ola bilər eyni cinsli qoşa saitlər. Bu zaman gəlin nümunə yazaq. Məsələn, qoşa A, qoşa E, qoşa O. Bunlar eynidir. Yəni eyni saitin qoşalığıdır. Bu sözləri biz tələffüz eləyəndə saitlərdən biri düşür, digəri uzanır. Misal üçün deyirəm saat. Qoyun nə qaydasını yazım. Biri düşür, digəri uzanır. Birinci düşür, ikinci uzanır. Misal üçün deyirəm saat. Elə deyil. Eyni cinsli qoşa saitdir, bəli. Bunun biri düşəcək. Saat sözü. Belə tələffüz olunacaq. Dəyərli abituriyentlərim, düzgün yazımı mən saat sözünün tələffüzün? Bir dənə deyin görək. Mənə onu bir dənə deyin görək. Mən saat sözünün tələffüzünü düzgün yazdımmı? Niyə? Çünki nə demişdik? Uzanma hadisəsində biz A saitindən hansı sait uzanırsa ondan sonra qoşa nöqtə qoymaq lazımdır. Arifeyiya testində diqqətli olursunuz. Sonra eyni cinslidirsə biri düşür, digəri uzanır. Bir dənə də nümunə yazaq. İnşaat. Gələn dəfə mətn dərsimiz olacaq. Maraqlı mətn qaydaları izah edəcəm sizə. İnşaat. Bu söz necə tələffüz olunur? İnşaat. Biri düşür, digəri uzanır. Mətn qaydaların baş ekspertin izahından dinləyəcəksiniz. Bu dəfə görəcəksiniz necə. Birinci, eyni cinsli qoşa saitli sözlərimiz. Biri düşür, digəri uzanır. Qurtardım. İkinci, müxtəlif cinsli qoşa saitli. Burada 3 dənə konkret qayda var. Birinci qaydamız, əgər sait birləşməsinin tərkibində I varsa, gəlin belə deyək, hərfi varsa. Diqqətlə qulaq asın. İ hərfi varsa, ora biz Y səsini artırırıq. Bir dənə sizə sual, maraqlı sual, biraz düşünün. Dəyərli abituriyentlər, niyə elə bir dənə Y samitini artırırıq biz?
D samitini artırıydım, V samitini artırıydım, L samitini artırıydım. Niyə? İçində i olan birləşmələrə mən sırf Y samitini, Y-ni artırıram. Bunlar hansılardır? Nümunə olaraq götürək AI birləşməsini, IA, EI. Niyə bu birləşmələrə biz sırf Y samitini artırırıq? İE, İO, OI, sonra UI, İU, İU. Fatih düz deyir, bəli. Mən bu il Fatih adlı bir abituriyentim var idi. Deməli, yüksək nəticə toplayarsınız. O da sənin kimi yaxşı oxuyan idi. AI, IA, EI, İE. Belə tərkibində i olan sait birləşməsinə belə deyək, tələffüz zamanı orada y samiti artırılır. Necə olur? Özü artırılır, bəs onu artıran kimdir? Öz-özünə düşür ora. Biz artırıq da tələffüzdə. Olur iya və yaxud da ki, iyə, iyo, belə. Bu şəkildə tələffüz olunur. Y samiti ona tələffüzcə uyğun gəldiyinə görə. Belə. Bu birinci hal. Nümunələr yazaq. Deyirəm ki, olsun dialoq. Dialoq sözü. Görürsüz ia birləşməsi var. Yəni i olan birləşmə var, sait birləşməsi. Həmin dəqiqə o sözün tələffüzünü mən qayıdıram, yazıram. Olur dialoq. Dialoq. K şəklində. İA birləşməsinə ia sait birləşməsinin tərkibinə tələffüz zamanı y samiti artırılır. Biz onu ora əlavə edirik. Bu birinci qaydamız konkret. İkinci qayda yerdə qalan digər bütün sait birləşmələri. Yerdə qalan digər bütün sait birləşmələri. Bütün sait birləşmələri. Yerdə qalan digər bütün sait birləşmələri. Bunlar hansılardır? Gəlin, yəni i olmayan bütün sait birləşmələri. Misal üçün AE, EA, EO, OE və yaxud da UE və ya UE, EU istənilən sait birləşmələri. İ-ni çıxmaq şərti ilə yeni qaydamıza əsasən hamısı yazıldığı kimi də tələffüz olunur. Aha. Misal üçün deyirik ki, müəllim, elə deyil. Bunu biz tələffüz eləyəndə elə ü-ə necə yazılıbsa elə də tələffüz edirik. Olur müəllim. Və yaxud da teatr sözü, teatr. Əvvəllər bunu deyirik teatr. Xeyr. Teatr. Necə yazılırsa teatr. Olduğu kimi də deyilir. Teatr. Bu da bizim müxtəlif cinsli samit birləşmələrimizin tələffüzü. Deməli, eyni cinsli qoşa saitli sözlərdirsə, qoşa A, qoşa Ə, qoşa E, biri düşür, digər uzun tələffüz olunur. Müxtəlif cinsli qoşa saitli sözlərdirsə, məsələn, ÜA, O, məsələn, UE, belə, onlar olduğu kimi necə yazılırsa elə də tələffüz olunur. Bu belə. Bizim bir dənə kiçik bir qaydamız var. Ona diqqət yetirməliyik. İndi mənə qulaq asırsınız. Əgər sait birləşməsi
birləşməsi. Mürəkkəb sözün tərkibindədirsə, mürəkkəb sözün tərkibindədirsə, mürəkkəb sözün tərkibindədirsə, bu zaman mürəkkəb sözün tərkibindədirsə, sizə dəqiqə internet getdi uşaqlar, mənə yəqin ki, eşidirsinizsə. Bu zaman qoşa saitin biri düşür. Qoşa saitin biri düşür. Misal üçün, məsələn, bir dənə söz yazıram. Xala. Xala bir sözdür. Oğlu da bir sözdür. Siz bu iki sözün birləşdiyi yerə baxanda görürsünüz ki, söz saitlə bitib, digər söz də saitlə başlayıb. Sait birləşməsi mürəkkəb sözlərin birləşmə hissəsindədir. Yəni, iki dənə sözün birləşmə hissəsindədir. Gəlin birində yazaq. Əli, ağa. Burada sözlərin birləşən hissəsinə baxın, sait birləşməsinə baxın. Əli, birinci sözün sonuncu saiti ilə ikinci sözün ilk saiti yan-yanaşı şəkildə işlədilib. Əli, ağa, xala oğlu, xala oğlu. Bunlarda birinci sait düşür. Məsələn, xala oğlu birinci A düşəcək. Olacaq xal oğlu. Və yaxud da xal oğlu. Fikir verirsinizsə, ümumiyyətlə mən abituriyent olanda da, universitetdə də oxuyanda, magistraturada da oxuyanda, nə bilim, doktoranturada da oxuyanda heç vaxt fonetikanın qayda ilə tapmamışam sualların düzgün cavabını. Həmişə nə ilə? Tələffüzlə. Necə demişəmsə elə. Tələffüzə fikir verirsiniz, xala oğlu demirik biz. Xal oğlu deyirik. Və yaxud da Əli ağa demirik. Deyirik ki, əl ağa, əl ağa. Eşitmisiniz? Əl ağa. Əl ağa gəldi, əl ağa getdi. Belə. Və yaxud da dayı oğlu. Bir dənə də nümunə yazaq. Dayı oğlu. Burada birinci söz görürük ki, iki sözün birləşməsində əmələ gəlib. Dayı bir sözdür, oğlu bir sözdür. Bunu mən səliqəylə yazım. Dayı oğlu. İki sözün birləşməsində əmələ gəldiyinə görə bu sözün birinci saiti düşəcək. Olacaq day oğlu. Bu qədər sadə. Bax, bu bizim əsas imtahana bunlar düşən bir qaydalar idi. Ki, hansı ki, mən sizə hər birini izah elədim. Keçdik ahəng qanunu haqqında. Ahəng qanununda deyək, bizə artıq çox belə problemli bir cəhət qalmasın. Ahəng qanunu ümumiyyətlə türk dillərinin dəmir qanunu adlanır, ahəng qanunu və biz bunu siz danışıqlara baxanda bəlkə də fikir vermisiniz. Bizim danışığımız, yəni Azərbaycanlıların, xüsusilə də türklərin danışığı daha rahatdır, aydındır. Adicə o bizim bir bədnam qonşularımız var. Siz onların danışıqlarına baxmısınız, onlar danışırlar qarış, quruş, başayaq və yaxud da digər dillərdə çox qarışıq gəlir bizə. Niyə? Çünki onlarda ahəng qanunu yoxdur. Görək, ahəng ümumiyyətlə uyğunlaşma deməkdir. Bir şeyin digərinə uyğunlaşması. Ahəng qanunu. Azərbaycan dilində qalın saitin söz daxilində qalın saitin qalın saiti izləməsinə, incə saitin də incə saiti izləməsinə ahəng qanunu deyilir. Çox asan, Azərbaycanın ən asan qaydasıdır. Əgər bir sözdəki saitlərin hamısı qalındırsa,
Məsələn, deyirəm ki, qalın plus qalın. Bu tabedir. Tabedir. İncə plus incə. Bu da tabedir. Yəni, sözdəki sahitlərin hamısı da qalın olanda, sözdəki sahitlərin hamısı incə olanda bu sözlər ahəng qanununa tabe deyil. Tabedir, üzr istəyirəm. Əgər bu qalın sahitlərin içərisində bircə dənə incə olarsa və yaxud da incələrin içində bir dənə qalın olarsa, bu sözlər ahəng qanununa tabe deyil. Məsələn, yazıram ki, incə plus incə plus incə, amma bir dənə qalın gəldi. Yəni, bunların içində. Bu zaman tabe deyil. Deyil. Yəni, sözdə ya saitin hamısı qalın olmalıdır, ya da incə. Dardım. Misal üçün deyirəm, limonlar. Baxıram, ə, i, ö, ü. İ nədir? İncə. A nədir? Qalın. Deməli, bu nədir? Tabe deyil. Tabe deyil. Qurtardı. Və yaxud da yazıram ki, evdəki. Ki, dakı şəkilçili söz, əsasda dakı şəkilçili söz həmişə hansı nitq hissəsidir dəyərli abituriyentlər? Sifətdir. Ki-dakı şəkilçili söz, ki-ni heç dakı şəkilçili söz həmişə sifətdir. Digər nitq hissələrindən də sifət düzəldə bilər, zərflərdən, saylardan. Həmçinin ki-dakı şəkilçili sözlər dərəcəyə görə dəyişmir. Dakı şəkilçisi qrammatik şəkilçidən sonra gələ bilər. Dakı şəkilçili sözlər hansı sualına cavab verir? Dakı şəkilçili sözlər dərəcəyə görə dəyişilmir. Belə. Bunlar evdəki sözü məsələn düzəltmədir. Düzəltmədir. Ev sözün kökü evdəki. Nəysə bunu düzəltməliyini heç qoyaq kənara. Gəlin ahəng qanunundan danışaq. Baxıram, incə, ə incə, i incə. Bunların hər biri incədirmi? Deməli nədir? Tabedir. ə, i, ö, ü. Və yaxud da gəlin biraz söz götürək. Məsələn, qanun. Qanun. Qanun sözündə A qalın, U qalın. Hamısı qalındır, tabedir. Qayda. Qayda sözündə A qalın, A qalın. Hamısı nədir? Tabedir. Bu da öz yerində. Ahəng qanunu ümumiyyətlə bizim türk dilləri üçün xarakterik bir qanundur və biz sözlər dilimizə keçəndə bəzən onları ahəng qanununa uyğunlaşdırırıq və sözün kökünə şəkilçilər əsasən ahəng qanununa görə artırılır. Ahəng qanununa bəzən morfonoloji hadisə də deyirlər. Morfonoloji hadisə də deyirlər. Bu nə deməkdir? Morfa, yəni şəkilçilər, morfem deyəndə kök şəkilçi nəzərdə tutur. Fonoloji hissəsi isə yenə də nədir? Səslə bağlıdır. Deməli, deyirəm ki, ev sözü. Və yaxud da biraz böyük olsun, otaq sözü. Otaq sözü. Buna ahəng qanunu köklə şəkilçi arasında əlaqə yaradır. Otaq sözünü biz heç fikirləşmisinizmi? Niyə dan şəkilçisini əlavə eləyirik? Otaqdan deyirik. Niyə dan şəkilçisini əlavə eləyirəm? Mən ə-ni əlavə eləyirdim də, otaqdan deyirdim da. Niyə sırf a-nı əlavə eləyirəm? Ahəng qanununa görə
Çünki o zaman ahəng qanununa tabe olmaz. Dən şəkilçisini əlavə eləsəm. Biz baxırıq ki, sözdə sonuncu sait nədir? Qalındır yoxsa incədir? Sonuncu sait qalındısa, mən qalın saitlə başlayan şəkilçi artırıram. Sonuncu sait incədirsə, mən incə saitlə başlayan şəkilçi əlavə eləyirəm, gedir. Amma Azərbaycan dilində bəzi şəkilçilər var ki, bunlar hansılardır? Bir cür yazılan şəkilçilər. Bir cür yazılan şəkilçilər. Bunlara aid ola bilər, məsələn, dar, keş, xana və yaxud da olsun şın, laq, sol və s. Bu şəkilçilər bəzən sözlərə qoşulanda onun ahəng qanununu poza bilər. Həmişə yox ha, bəzən. Məsələn, deyirəm ki, azar. Azar nədir? Xəstəlik. Azar xana. Azarxana. Azarxana xəstəxana mənasında işlənir. Azarxana. Burada görürəm ki, sözə artırılıb, ahəng qanunu pozmur. Burada pozmayıb. Amma elə hal ola bilər ki, artırılar, pozular. Məsələn, deyirəm ki, bərbər xana. Bura artıq bərbər sözünü görürsüz. Bu sözün özü ahəng qanununa tabedir. 2 dənə ədir, ikisi də eyni saitdir. Bu ahəng qanununa tabedir. Amma ona xana şəkilçisi artırılıb. Bu deməli bu söz ahəng qanununa artıq tabe olmur. Belə. Sizdən sözlərin hansı sözdə incə sait qoşalığı vardır? Sizdən ümumiyyətlə sözün saitin qoşalığı, saitin olması, olmaması, A saiti var, O saiti var. Bunları soruşanda siz sözlərin tələffüz variantlarına baxmalısınız. Gəlin bunların hamısını bir-bir tələffüz variantına baxaq. Tələffüzünə baxmasanız yanlış olacaq. Faciə sözünün necə tələffüz olunur? Faciə. Faciə. Bu sözün A variantındakı sözün tələffüzünə baxanda i ilə ə-nin arasına y samiti əlavə olunub. Orada sait qoşalığı yoxdur bu sözün tələffüz variantında. Biz tələffüzə baxmalıyıq. A variantı getdi. Sonra B variantına baxırsınız. Tələffüzə baxmaq lazımdır. Baxıram, məsələn, təbii sözündə. Təbii. Mən bayaq dedim ki, qoşa eyni cinsli qoşa sait olanda onun biri düşür. Tələffüzdə gördünüz, qoşa sait yoxdur. Ona görə B də yanlışdır. Siz yazılışa baxmayın ha, ekranı yazmayın uşaqlar. Yazılışa baxmayın ha, tələffüzə baxmaq lazımdır. Sonra ailə sözünü, gəlin tələffüzünü yazaq. A uzanma var. Yilə, ailə. Burada ai birləşməsinin arasına y samiti artırılıb. Burada da sait birləşməsi yoxdur. Biz tələffüzə baxmalıyıq. Sizdən saitlərin qoşalığı deyir. Yəni demir ki, yazılışı. Tələffüzə baxmalıyıq. Amma müəllim sözünün tələffüzünü mən bayaq dedim. Necə yazılırsa müəllim. Fikir verin, tələffüzündə bunun ü və ə. Bu deyir ki, incə saitlərin ə, i, ö, ü. Ü saiti də incədir, ə saiti də incədir. Tələffüzdə də yan-yanaşı gəlib. Bunların qoşalığı var. Cavab D variantıdır. Y variantında da şücaət sözü də elə necə yazılırsa elə tələffüz olunur. Sadəcə olaraq burada incə sait qoşalığı deyil. Biri qalındır. Bir qalın və bir incə saitin birləşməsindən əmələ gələn qoşalıqdır. Y variantı da getdi, cavab qaldı. 4-də D variantı. Belə. Sonra bu biraz çətin idi. Deməli, asanlardan götürək. 2 və 3.